Bax, belə şey var. Bəli. Hakim partiyanın üzvü dedi, deputat dedi. Bəli. Elmar müəllim, Bəhruz müəllim, bir sual da verin bir hərbi ekspert olaraq, sonra yenə bolluca sizlə danışacağıq. Elmar müəllim, siz deyirsiniz ki, bunlar müharibəyə hazırlaşırlar. Bunlar müharibəyə hazırlaşır, amma Azərbaycanın hərbi potensialını artıq görüblər axı. Hansı ağılla müharibəyə hazırlaşırlar? Nələrə, Ermənistan üçün hansı ağır nəticələrə gətirib çıxara bilər bu, əgər müharibə başlasalar bizə qarşı? Hazırlaşırlar ifadəsini Cənab Prezidentin iradəsinə bağlı, qurulan ordumuzun, iqtisadi gücümüzün və bu fonda davam edəcək sabitliyimizin fonunda onlar heç vaxt revanş etməyəcəklər. Nə qədər ki, dəmir yumruq bu sistemi qurub və revanşa şərait yaratmır. Heç kim başa düşmürdü. Bəlkə də başa düşənlərimiz də var. Çox hissəsi ola bilər, cümləni düzgün qurmadım. Cənab Prezident dəfələrlə dedi ki, biz revanşa icazə verməyəcəyik. Bu, bilirsiniz, nə qədər ağır bir prosesdir. Bunlar nə qədər buna səy atıblar, nə qədər cəhdət ediblər. Hərbiçi kimi mən bir analiz eləmişəm. Bugün də onu bir yerdə ifadə etdim mən. Lokal antiterrorda ordumuzun qabağına çıxan müdafiə səddi birinci keçdiyimiz Ahanan sədlərindən zəif idimi? Yox, məncə yox. Məncə yox, dəqiq yox. 3 il ərzində biz bu efirdə Turşsu, Xəlfəli və s. Kalibr Azın, ASTV-nin, digər ictimaiyyətin bu müdafiə sədlərinin bərkidilməsinə baxırdıq. Biz necə ki, çətinliklə keçdik o sədləri, 23 saata keçdik. Amma o keçilməyən hissələr də qaldı. Onu Cənab Prezident özü siyasəti ilə keçdi. Bu həqiqətləri biz bəlkə də